Herkese salam. Gəlin sizinlə birlikdə ingilis dilindən qarışıq sınağın ikinci hissəsinə, izahına baxaq. Birinci sualdan başlayaq. Deyir ki, I did mistakes, but my teacher didn't scold me. Mən səhvlər etdim, amma mənim müəllimim məni danlamadı. Əgər müəllimim məni danlamayıbsa, deməli mən az səhv etmişəm. Yəni çox səhv etsəm, məni danlayardı. Buna görə də, deməli, burada yazırıq ki, az mənasında. Match birincisi A variantında sayılmayanlarla işlənir, amma mistakes gördüyümüz kimi cəmlədir. A variantı getdi. B variantı çox mənasındadır. Ona görə onu da çıxırıq. Bizə az mənalılar lazımdır. Elotdan sonra isim gəlməz. Little düzgündür. Only isə qrammatik cəhətdən səhvdir. Çünki only plus a little olmalıydı. Yəni biz bilirik ki, only'dən sonra e artiklı ilə işlənən quantifiers'lar gəlir. Ona görə də cavabımız olacaq D variantı. Növbəti sual. İkinci sualda bizə bir cümlə verilib və bunu passive voice-ə çevirməyimizi istəyir. Biz hər hansı bir cümləni passive voice-ə çevirdikdə əvvəlcə onun zamanına, daha sonra isə tamamlığının hansı yəni isim olduğuna elə bil ki fikir verirdik. Birinci baxaq, burada bizim tamamlığımız D6-dir. Deməli cümləmiz D6 ilə başlamalıdır. Ona görə C variantını çıxdım. İkinci olaraq nəyə diqqət yetirirəm? İkinci olaraq cümləmizin zamanına baxırıq ki, have fixed, yəni indiki bitmiş zamandadır. Əgər cümləmiz cavabımızdakı cümlədə indiki bitmiş zamanda olmalıydı. Və biz bunu bilirdik ki, əgər indiki bitmiş zamanı passive voice-ə çeviririksə, bizim düsturumuz have plus been plus V3 olmalıydı və həmin bu düstura uyğun bir cavab seçməliyik. Have been plus V3 olmalıdır. Burada verb fix görürəm. Bizim düsturumuzla əlaqəsi yoxdur. A variantı getdi. Y variantında isə bunu çaşıb götürməyin. Çünki bu keçmiş bitmişdir. Amma bizə indiki bitmiş lazımdır. Y variantı da getdi. İki variant arasında qaldıq. B və D variantı. B və D variantı əsasən eynidir. Amma burada kiçik bir fərq var ki, deməli, burada B variantında gördüyümüz kimi by var, amma D variantında sadəcə dem var. Yadınızda saxlayın ki, hər hansı bir cümləni passive voice-ə çevirdikdə sizə verilən cümlədə, yəni bu cümlədə şəxs varsa, məsələn, dey. Bir dənə şəxs varsa, bunu bilin ki, yəni çevirdiyiniz cümlədə də by və həmin şəxsin elə bil ki, obyektiv forması. Bunu seçməlisiniz. Ona görə də by olan cümləmiz hansıdır? B variantı. Ona görə cavabımız da deməli olacaq B variantı. Sonra növbəti sual, üçüncü sual. Deməli, üçüncü sualdan davam edirik ki, bizdə üçüncü sualda sayılmayan isimlər istəyir və A variantına baxsaq fruit sayılır, B-də mountain sayılır, C variantı düzgündür, D variantında textbook sayılır, Y variantında isə scales cəmdədir. Dördüncü sual, modal feillərə aid bir sualdır. Bu sualda deyir ki, if you don't bring your bag, you return home for it. Deyir ki, əgər çantanı özünlə gətirməsən, yəni evə getməli olacaqsan. Tərcümədən belə çıxır. Yəni return home for it. Bunun üçün evə getməli olacaqsan. Birincisi olaraq bizim modal feilimiz təsdiqdə, ikincisi də malı məli formasında olmalıdır. A variantına baxsaq, haven't to. Birincisi bu təsdiqdə deyil. İkincisi də, yəni əslində malı məli mənasındadır. Sadəcə təsdiqdə deyil və təsdiqdə elə bil ondan qıraq da bunun elə bil inkarı haven't-dan yox, don't have to ilə düzəlirdi. Ona görə iki cəhətdən səhvdir. A variantı getdi. B-də don't have düzgündür, amma bunun to'su yoxdur. Don't have to olmalıydı. C variantında will have to düzgündür. D variantında will have yenə to'su yoxdur. Y variantında isə çox uşaq bunu çaşıb səhv düzgün götürür. Niyə? Əslində düzgün götürməməz. Niyə? Çünki bilirik ki, able to bir, yəni söz birləşməsidir. Yəni birlikdə işlənir ki, be able to birlikdə işlənir. Amma bunun B-si yoxdur. Yəni burada will var, amma B-ni yazmayıblar. Ona görə də bu yarımçıq cavabdır, yəni səhvdir. Cavabımız isə nə oldu? Deməli C variantı. Növbəti sual, 5-ci suala baxaq. She was my friend when we lived in that town. Biz həmin şəhərdə yaşadığımızda o mənim, yəni ən yaxşı dostum idi. Hardan bilirəm ki, bu üstünlük dərəcəsində olmalıdır. In that town var burada. Çünki biz bilirik ki, məsələn, bizə şərtlə deyir ki, sifətin hansı dərəcəsi olmalıdır, məsələn. Və cümlənin sonunda da for me, nə bilim, in the world, in that town, belə məkan, zaman sözləri olduqda biz bilirik ki, bu üstünlük dərəcəsində olmalıdır. Və burada bir şeyə fikir verməliyik ki, çox şagird çaşıb deyir ki, the bestdir. Yəni üstünlük dərəcəsi deyil işlənir, amma burada yiyəlik hal var. Yəni biz öyrənmişdik ki, əgər hər hansı bir cümlədə yiyəlik hal varsa və bizdən sifətin dərəcəsini soruşursa, biz üstünlük dərəcəsi yazdıqda orada D yazmırıq. Sadəcə best yazırıq. Məsələn, deyirik my best friend. Biz orada niyə my the best friend demirik? Çünki burada yiyəlik hal var, best deyil. The best yazsa səhv götürülə bilər. Ona görə də best. 6-cı sual. I would like at one of the best universities of the world. Yəni onu ya da variantlara baxıram ki, burada my-sunu yazılıb. Yəni mənim oğlumun dünyanın ən yaxşı universitetlərindən birində təhsil almasını istəyərdim. Burada birinci olaraq
my son götürürük. Ya da ki him. Şəxs olaraq. İkinci olaraq da feilimiz to study-də olmalıdır. Çünki biz bəzi feillər əzbərləmişdik ki, hansı feillərdən sonra to gəlir, hansılardan sonra gerund gəlir. Məsələn, would like-dan sonra to gəlir, yəni gerund gəlmir. Bunu əzbər bilsək, sual da yaza bilərik. E variantı getdi, çünki ing var, bizə to-lu feil lazımdır. B də getdi, D də getdi. Bunun to-su yoxdur, burada ing var. İkinci olaraq da mən burada yazmışam ki, şəxsimiz him olmalıdır. Amma bu A variantında he verilib. Yəni şəxs əvəzliyində olmaz, bu obyekt əvəzliyində olmalıdır. Ona görə də sonda hansı cavab qaldı? C variantı. 7-ci sual. As soon as the lesson, we on an excursion. Burada zaman uzlaşmasına baxırıq. And shall go olar, will and go olar. And sədqan olmaz. İndiki zamanla keçmiş zaman uzlaşmır. D variantında yenə indiki zamanla keçmiş zaman olmaz. Y variantında isə burada qrammatika səhvi var. And yazıb. Lesson təkidədir, amma and olmalıydı. Yəni hər hansı bir sualda hər bir qaydara fikir vermək lazımdır. Bu da getdi. İndi iki variant arasında qaldıq. Görək hansıdır? İki variant arasında qaldısa məna baxımından seçmək lazımdır. As soon as the lesson ends, we shall go on an excursion. Yəni dərs bitən kimi biz ekskursiyaya gəzməyə gedəcəyik. Amma ikinci varianta baxın ki, dərs bitəcək. Yəni nə vaxt ki dərs bitəcək, biz gəzməyə gedirik. Yəni uyğunlaşmadığına görə B variantı deyil. Ona görə də götürürük nəyi? A variantını. Yəni məna baxımından. 8-ci sual. He talked but nobody listened to him because of his unreliable words. Yəni o çox danışdı, amma onun inanılmayan sözlərinə görə ona heç kim qulaq asmadı. Burada zərf seçirik, çünki bilirik ki, cümlənin yəni feildən sonra nə gələr? Zərf gələr. Cümlənin sonunda. Few olmaz, many olmaz, only few olmaz. Only dediyim kimi only plus a few, yəni e'li bir olanı gəlməlidir. Bu qrammatik cəhətdən səhvdir. A lot of olmaz, cümlənin sonunda a lot of gəlməz. Hansını seçəcəyik? A variantını. Çünki a lotdan sonra isim gəlməz. Yəni isim gəlmədiyinə görə də o həmişə cümlənin sonunda işlənir. A variantı. 9-cu sual. Jeremy's and Bob's parent is not... deməli burada yeri halı istəyir bizdən. Jeremy's and Bob's parent is not interested in their education. Jeremy'nin və Bob'un valideynləri, yəni ayrı-ayrıdırsa S olmalıydı. A getdi. Bill's behavior shocked us. B variantı düzdür. There are a lot of seas on the earth's surface. Burada cəmdə verib, amma yerdən, yəni yer kürəsində birdən olduğuna görə apostrof S olmalıydı. Mr. Admison's home is expensive than ours. Burada iki dənə mən yerli kal görürəm. Birincisi səhvdir, çünki Mr. olanda bilir ki, tək olur. Əgər məsələn The Browns desəydi, onda S apostrof götürmək olardı, amma Mr. olanda bir şəxsdir. Burada da ours var. Ours apostrofla yox, belə olmalıydı. Yəni bizimki mənasında. D də getdi. Emon's salary won't be enough for going on holiday. Burada E var, yəni bu nəyi bildirir? Tək olduğunu bildirir. Amma burada cəm verib uzlaşmır. Y variantına getdi. Cavabımız B variantı. 10-cu sual. We had long journey to Coral Islands. We had a long journey olar. Çünki journey sayılır. Deməli, E olmayanlar getdi. To the Coral Islands. Burada da D olacaq. Yəni A variantı. Bir də burada bəzi suallarda səhvlik ola bilər. Çünki məsələn burada gördüyünüz kimi ikisi də eyni variantdır. Yəni həm A, həm də D. Burada xətt düşüb, yəqin orada problem var. Sonra compound nə idi? Mürəkkəblər. Bizdən mürəkkəblər istəyir. Newspaper, fireplace, kingdom düzəltmədir. Countryside, suitcase, bookshelf, bu düzgündür. Burada tablecloth, pamphlet, economy var, düzəltmədir. Schoolmate, seashore, movement şəkilçidir, düzəltmədir. Armchair, businessman, friendship də nədir? Düzəltmədir. Deməli, there is no skyscraper. Burada E olmalıdır. Deməli, article olaraq E olmalıdır. Sonra in the Washington ölkə adıdır, yəni ştat adıdır. Ona görə də D olur. Yəni əzbərləmişdik, hansılarda D olur. Burada D olacaq. Though it is the capital of the USA. Capitaldan əvvəl həmişə D işlənir, USA'də də D işlənir. Ona görə C variantı. Did the teacher you taking the notes? Deməli, did the teacher, məsələn, hansılar ola bilər? Burada elə feillər seçməliyik ki, özündən sonra to gəlməsin. Tell'dən sonra heç vaxt to gəlməz. Ona görə də teli götürürük. Yəni 4 olmayanlara çıxsaq, deməli, B, C və Y variantlarımız qalır. Ask'i də götürürük. Yəni ask to me demirik. Ask mi deyirik. 2-4. 2-4 olan variantda C variantı. C. Bir də C-ni götürürük. C, ask, tell. Yəni C variantı. If she follows the doctor's advice, yəni o həkimin
məsləhətlərinə qulaq asarsa. To skate again very soon. She deməli skate deməli 14-cü sualda skate'in mənası. Skate o deməkdir ki, konki deyirlər. İdman aləti kimi bir şeydir. Məşğuliyyətdə, yəni sürürsən, ona skate deyirlər. Yəni o həkimin məsləhətlərinə qulaq asarsa, yenidən tezliklə skate sürə biləcək. Will able olmaz. Bunun to'su yoxdur. Can'dan sonra bir dəqiqə. Burada to onsuz da verilib, yəni. Baxın, to verilib. Can'dan sonra to gəlməz. Will be able, will able. Dediyim kimi burada be olmalıydı. C getdi. Have to, could for to, could'dan da sonra to gəlməz. İndi burada mənaya baxırıq. Burada have to olmaz. Niyə? Have to malı məli deməkdir. Deməli, malı məli deməkdir. Malı məli də yəni məna olaraq uyğun gəlmir. Yəni əgər o həkimin məsləhətlərinə qulaq assa, o skate'i yenidən sürməlidir. Xeyr, yəni olmaz da belə. Ona görə bacarmaq mənasında götürməliyik. Biz bacarmaq. Bacarmaq da hansıdır burada? Will be able to. Ona görə də cavabımız Y variantı. 15-ci sual. Genitive case, yəni possessive case və sinonim deməkdir. Ona görə burada yelik hal götürürük. Miraz study is big and light enough. 1 düzdür. 1 olmayanlar getdi. My teachers got great patience. Burada has gotdur, yəni. Burada demişdim ki, got varsa özündən əvvəlki həmişə has olur. 2 getdi. One of Lemon's friends lives in Japan. Melissa has taken. Melissa has taken. Burada V3'ümüz var. Deməli has taken'ın bu qısaldılmışıdır. Ona görə də 4'ü götürmürük. 1 və 3'ü götürürük. A variantı.